Salam, hər vaxtınız xeyir olsun. Bu günləri ədədi ardıcılı və silsiləri izah edəcəyik. İlk növbədə verilən düsturda ardıcılığın hədlərini tapmağını göstərəcək. X n bərabərdir. N vurulsun n plus 1 məxrəcdə yuxarıda da 1. Verilən məsəl üçün düsturda bizə məsəl üçün x5-i tapmaq tələb olunur. O zaman n-in yerində gördüyümüz kimi 5 durur və n-in yerine yazacaq? 5 yazacaq. 5 vurulsun 5 plus 1 sürətdə də 1. Bu hissəmiz eləyəcək 6. 6-nı 5-ə vuracaq, eləyəcək 30. Baxın, birinci həddi, ikinci həddi tapmadan ötürü n-in yerinə 1 yazıb, baxın 1 üstəgəl 1. 1-i 2-yə vurur, mötərizəmiz 2 alınır və 1-i 2-yə vurur, alınır ki, məxrəc 2 olur. Və yaxud da 2-ni tapmaq istədikdə n-in yerinə 2 yazır, 2 vurulsun 2 plus 1. Məsəl üçün, verilib bizə, deyir, verilən ardıcılığı tapın. A1-i tapırıq, baxın, n-in yerinə 1 yazırıq, 5-i 1-ə vururuq, üstünə 2 gəlirik, eləyir 7. A2-ni tapmaq istəyəndə 5-i 2-yə vururuq, üstünə 2 gəlirik, 12. Və ardıcılığımız olacaq 7, 12, 17. Daha sonra deyir ki, düsturu ilə verilən ardıcılığın 112-yə bərabər. 112-yə bərabər dedikdə n kvadratı minus 4 düsturumuzdur. 112-yə bərabər eləyirik, 112 deyirəm, 12-yə bərabər eləyirik. N kvadratı bərabərdir 16, n bərabərdir plus minus 4 alırıq. Amma ki, sıra mənfi ola bilməz deyə bunun mənfisini götürmürük, müsbətini götürürük. Sonra deyilir ki, ilk n həddinin cəmi veriləndə ardıcılığın n-ci həddi AN. Niyə görə bu belənsəndir? Sn o deməkdir ki, A1-dən AN-ə kimi hədlərin cəmi. Məsəl üçün, S6 deyildikdə A1 üstəgəl A2 üstəgəl A3 üstəgəl A4 və A6. S5 dedikdə isə beşə kimi hədlərin cəmi. Bunları bir-birindən çıxdıqda, baxın, görürsünüz, gedir. Alt-alta çıxırıq və bir dənə qalır A6. Ona görə də A6-nı tapmaqdan ötürü S6-dan S5-i çıxırıq. Ona görə də SN-dən, yəni bir vahid aşağısını çıxır. SN-dən AN-i tapmaq üçün SN-dən SN-1-i çıxmalıyıq. Oradan yerlə yaranır. Verilib ki, ilk n həddinin cəmi düsturu ilə verilən ardıcılığın 4-cü həddini. 4-cü həddi A4-ü tapmaqdan ötürü S4-dən S3-ü çıxmalıyıq. SN-imiz 3n kvadratı plus 2-dir. S4-ü tapmaq istədikdə 3 vurulsun 4-ün kvadratı plus 2. 3 vurulsun 4-ün kvadratı 16. Buraya eləyir 48. Üzərində 2 gələndə 50. S3-ü tapmaqdan ötürü 3 qoyuruq yerinə. 3-ün kvadratı vur 3 plus 2. Bu hissə 9, 3-ə vururuq 27. Üzərində 2 gəlirik 29. Daha sonra A4-ü tapmaqdan ötürü 50-dən də 29-un çıxırıq 21. Dəqiqə, biz burada nəyəsə diqqətsizlik eləmişik yəqin. Birinci hissəni burada deməli 16-ın 3-ə vuruq 48, 48-in üstünə 2 gəlirik. Burada özləri səhv yazıblar burada. Yəni 19 deyil bunun cavabı 21-dir. Burada 50 eləyir. Düzgündür hər şey. Sadəcə kitabda səhvlik var. Davam edək. Ədədi silsilə nədir? Ədədi silsilə elə bir, Loro dilinə izah eləsək, elə bir silsilədir ki, ya eyni qədər artır, yəni qədərdir burada, dəfə deyil. Eyni qədər artır və yaxud da eyni qədər azalır. Bu artma azalma sadəcə, məsəl üçün 5 vahid artdı, 5 vahid azalma yox. Müəyyən bir kəsir də ola bilər. Məsəl üçün 3,5 məsəl üçün vahid artıb, 3,5 vahid azal. Əsas odur ki, eyni qədər artıb azalsın. Yəni, baxın, məsələn, 8-dən 11-ə keçid edib 3 vahid artıb, 11-dən 14-ə 3 vahid artıb. Bu ardıcıllıq həmin bu artma azalmaya biz
silsilə fərqi deyəcək. Yəni silsilədə hədlər arasındakı fərqdir. Ona görə silsilə fərqi deyilir. Və ona görə də həmin bu üçə nə deyəcək? Silsilə fərqi deyəcək. Beləncə olan halda, yəni eyni qədər artanda və yaxud azalanda onda ədəd silsilə əmələ gətirir. A1 birinci hədd, A2 birinci hədd və AN n-ci hədd. Silsilə fərqini də D ilə işarə edirik. Sn də bayaqlar dedim. A1-dən AN-ə kimi hədlərin cəmidir. Gəl indi ədəd silsilənin düsturlarına. Baxın, yazıram məsəl üçün ardıcılığı A1, A2, nöqtə. AN-dən əvvəl necə? Ümumiyyətlə, n həddindən əvvəl necə? n-1-də. Bu ədədlər bir-birindən necə fərqlənir? Məsəl üçün, 6-dan sonra necə? 7. 7-dən əvvəl nə oldu? 6. Bir vahid fərqlənir də. Ona görə də, deməli, AN-dən əvvəl AN-1 gəlir. Bir vahid geridə, bir vahid az. Başa düşdünüz? Yəni, o formada. İndi burada bu yanaşı olanları çıxmalıyam ki, görüm hədlər arasındakı fərq neçədir. D o ümumiyyətlə o deməkdir ki, həmin o hədlər arasındakı fərq neçədir. AN-dən çıxmalıyıq nəyi? AN-1-i. Məsəl üçün A8-dən A7-ni çıxmalısınız. A4-dən A3-ü çıxmalısınız. Və yaxud da A2-dən A1-i çıxmalısınız. Bu formada yadınızda qalsın. Növbəti düstur. Əgər yanaşı olmazsa, ola bilər ki, hədlərimiz yanaşı olmasın. Onda nə edəcəyiz? A9, baxın, A9-dan A4-ü çıxırıq. Baxın, bu sanki belə düşünün də, yəni bu da bir D-nin başqa bir nümunə kimidir. Bu birinci nümunədir, bu ikinci nümunədir. Bəzən şahidlər qarşıdır ki, buradan 9-dan 4 çıxdı, buradan 7-dən 2 çıxdı, nətər aldı. Ayrı-ayrı nümunələrdir. Nümunə göstərib sizə. Baxın, 9-dan 4-ü çıxırsınız, A9-dan A4-ü çıxırsınız və aşağıda da indekslər çıxırsınız. Görürsünüz. Həmçinin başqa bir nümunə verib sizə. A7-dən A2-ni verib. Onda silsilə fərqi nətər olur? A7-dən A2-ni çıxırsınız, 7-dən də 2-ni çıxırsınız. Yəni, düstur bu formadadır. Sonra gəlirik AN-in tapılmasına. Deməli, bu necə yaranır? Məsəl üçün, silsilə fərqində bizə AN-i verib, bir də A1-i verib. Onda nə edirsiniz? AN çıx A1. Bayaqlar dedik də. AN-dən, məsələn, AN verib, A1 verib bizə. AN-dən A1-i çıxmalıyıq. Aşağıda nəyə çıxmalıyıq? N çıx 1-i çıxmalıyıq. Məxrəcə 1 artırırıq. Çarpaz vururuq. AN çıx A1 bərabərdir. D vurulsun N-1. AN-i buradan tapanda nə olur? A1 üstə gəl, D vurulsun N-1. Yəni, oradan yaranır. Bu da çox sadədir. Bu həmin indekslə D-nin əmsalının cəmi 8-i verməlidir. A1-in üstünə 7 D gəlirsən, A3-ün üstünə 5 D gəlirsən, A6-ün üstünə 2 D gəlirsən. Yəni, o formada olur. Bu da, yəni ki, müxtəlif yerlərdə. Burada A1 veriləndədir. Burada da ki, K-nı veriləndə. Bu, elə, baxın, buradan yaranır. Diqqət edirsəz, görərsiniz ki, burada məxrəcə 1 artırırıq. D vurulur N-K-ya, görürsünüz, D vurulub N-K-ya. Və AK-nı o tərəfə keçəndə plus olur. Davam edək. AN-i tapmaqdan ötürü AN-1-dən D gəlir. Eyni şeydir, yəni buradakı 7 ilə bu yazılmayan da əmsal 1-dir. Olan cəmi verməlidir bunun indeksin. Sonra, bu nə deməkdir? AN-i tapanda AN-K üstəgəl AN+K bölü 2. Bu, baxın, yazıram. A6, A7, A8. A7 sağında solunda olan hədlərin cəminin yarısı olur. A8 ilə A6-nın cəminin yarısı olur. Və yaxud da eyni uzaqlıqda olan. Məsəl üçün, bundan əvvəl nə gəlir? A5, bundan sonra nə gəlir? A9. 2 hədd o üzədir, 2 hədd bu. 2 hədd sağadır, 2 hədd sola. Yaxud da belə deyim. 5 ilə 9-un cəmi neçə eləyir? 14. 2-yə böləndə neçə eləyir? 7. 6 ilə 8-in cəmi neçə eləyir? 14. 2-yə böləndə neçə eləyir? 7. Yəni, oradan yaranır. Sonra, deməli, əgər indekslərinin cəmi bərabər olsa, hədlərin cəmi də bərabər. Baxın, 8 ilə 2-in cəmi neçə eləyir? 10 eləyir. 6 ilə 4-ün də cəmi 10 elədiyinə görə bir-birinə bərabər. Və yaxud da yaza bilərdiniz. A3 üstəgəl A7. A1 üstəgəl A9. 10 eləsin də cəmi. Sonra gəlir
SN n həddinin cəmi düsturu. Birinci ilə sonuncunu cəmləyirsiniz, 2-yə bölürsünüz, vurursunuz n-ə. Məsələn, S12-ni istəyir. A1 ilə A12-ni cəmləyirsiniz, bölürsünüz 2-yə, vurursunuz 12-yə. İndi burada 2A1 üstəyənsin n-1D hardan yaranır? A1'i yazıram. AN-in düsturu nə idi? Baxın, AN-in düsturu. Burada görürsünüz AN-in düsturu. A1 üstəyənsin n-1D. Bu iddia düzdür. Bölünsün 2, vurası n. Bu onsuz da baxın. Vurasın n. Bu düsturda vardı. Bölünsün 2 də düsturda vardı. A1'də nesi nədir? 2A1 üstəyənsin n-1D bölü 2 vurulsun n. Bu da ikinci düsturdur. Bu nə zaman tətbiq olunur? Sizə AN-i vermədikdə. Məsələn, S12-ni tapmaq istəyir. Siz məsəl üçün silsilə fərqin verib, bir də birinci həddi verib. Onda 2A1 üstəyənsin 11D bölü 2 vurulsun 12. Bunu bayaqlar demişdik onsuz da. Sonra AM orta hədd olarsa, yəni ortada duran hədd olsa, bax 11 dən həddin içində ortada duran 6-cıdır. 11'i vururlar A6'ya. Bu da yadınızda qalsın. Sonra nümunəyə də baxaq. Deyək ki, ədəd silsilədə neçənci həddən başa. Bu güvəndə misallarda görəcəksiniz bu misalı. Hədləri 100-dən böyüdür. İndi diqqət edirək. A1 5, silsilə fərqi A2 minus A1. Baxın, silsilə fərqi burada neçə vahid artıb? 4. 9-dan 5-i çıxırıq, eləyir 4. D-ni tapıq nə? 4. AN-in düsturu nə idi? A1 üstəgəl n-1-dir. A1'imiz neçədir? 5. Üstəgəl n-1, D-miz neçə oldu? 4. Onda sadələşdirmə aparırıq. 5 üstəgəlsin. 4'ü vururuq. 4 deyil, minus 4. 5'dən 4'ü çıxırıq. Eləyir neçə? 1 plus 4'ü. Həmin bu 1 plus 4'ün deyir 100'dən böyüdür. AN artıq bu oldu. 4n plus 1 100'dən böyüdür. 4n B olur 99'dan. 99'u 4'ə bölürlər. 24'dan 175 edir. Bu hədlərin nömrəsi də natural ədəd olmalıdır. Olur nə? 24'dan 175'dən böyük 25. Ədəd silsilə ümumiyyətlə çətin dərs deyil. Sadəcə bu düsturları, ədəd silsilənin düsturlarını, həndə silsilənin düsturlarını yaxşı öyrənib bilməlisiniz və ondan sonra tətbiq eləməlisiniz. Və buraxılış suallarından biri olur. Yəni ki, çox vaxt düşür də bu suallar, ədəd silsilədən düşür. Keçən illəri məsəl üçün asan düşmüşdü. Bu illərdə də asan düşmə ola bilər. Yəni, nisbətən orta səviyyə suallar ilə siz düşünürəm ki, buraxılışda rahatlıqla yaza bilərsiniz. Həndəsi silsilədə artıq dəfədir. Eyni dəfə artar və yaxud da eyni dəfə azalarsa, bu həndəsi silsilədir. Baxın, 1-dən 2-yə keçid eləməkdən ötürü 2-yə vurur. 2-dən 4-ə keçid eləməkdən ötürü 2-yə vurur. Sonra bundan sonra 8 gələcək. Ondan sonra 16 gələcək. Yəni, burada eyni dəfədir. Bu yenə kəsirdə ola bilər. Yəni ki, onluq kəsirdə ola bilər. Adi kəsirdə ola bilər. Söhbət yəni ki, oradakı silsilə vuruğu burada indi vuruq olacaq. Çünki vurursan axı. Silsilə vuruğu düşünməyin ki, elə natural ədəd olmalıdır, tam ədəd olmalıdır. Yox, kəsir şəklində də ola bilər. İndi onu ətraflı izah eləyəcəyik. B1 birinci hədd, B2 ikinci hədd. Burada B işarələmədir sadəcə və silsilə vuruğu nədir? Q ilə işarə olunur. SN-dəki n dənə həddin cəmidir. PN isə ilk n həddin hasilidir. Hasildir. PN hasildir. SN cəmdir. Məsəl üçün, ədəd silsilədə ilk n həddin hasilindən söhbət eləmədik, amma burada artıq söhbət eləyəcək. Gəlin indi həndə silsilənin düsturlarına. Baxın, verilib bizə məsəl üçün ardıcılıq B1, B2, nöqtə. Yenə BN-dən əvvəlinə gələcək, BN-1 gələcək. BN-1, sonra BN. Mən indi bu neçəyə vurmadığını bilməkdən ötürü. Baxın, burada məsəl üçün 4-dir, 2-dir. Mən indi neçəyə vurduğunu öyrənməkdən ötürü nə etməliyəm? 4-ü bölməliyəm 2-yə. Yəni ki, B2-ni bölməliyəm nəyə? B1-ə. Bu nə olacaq? Bizim Q-miz olacaq. Baxın. B8-i bölür B7-yə və yaxud da BN-i sağdakının soldakına bölür. BN-i bölür nəyə? BN-1-ə. 8-i 7-yə bölür, 3-ü 2-yə bölür. Bu şəkildə. İndi yanaşı olmazsa necə? Bayaqlara silsilə fərqində yanaşı olmayanda
Yuxarıda çıxırdı, orada silsilə fərqlidir. Burada vuruqdur. BN-i bölüb BK-ya. 2-ün üstündə də bunların fərqi olacaq. N minus K. Məsəl üçün B6-nı B4-ə böləndə 2 üstü neçə olacaq? 2 olacaq. Məsələn, B7-ni bölülən B4-ə. 7-dən 4 çıxanda nə qədər eləyir? 3 eləyir, 2 üstü 3. 2-nin kubu olacaq. Sonra indi mən məsəl üçün verilib bizə BN verilib, bir də B1-i veriblər. 2-nü istəyirik. Məsələn, 2-nü tapanda əvvəlcə B-ni B1-ə bölə, N-dən 1 çıxanda nə qədər eləyir? N minus 1. Məxrəcinə 1 artırırıq. B-n buradan nəyə bərabər? B1 vurulsun 2 üstündə N minus 1. Bayaqlara deyirdik ki, silsilə fərqində qarşısındakı əmsalla indeksin cəmi. Burada isə qüvvətinə indeksin cəmi bunu verir. N minus 1-in üstünə 1 gələndə nə eləyir? N eləyir də. Yəni N minus 1 üstəgəl 1. Bunlar gedir, qalır bir dənə N. Baxın bir dənə. B9-u tapmadan ötürü B1-i nəyə vurmaq lazımdır? 2 üstü 8-ə. B9-u tapmadan ötürü B3-ü 2 üstü 6-ya. Yenə deyirəm, buradan bu yaranmır. 2 dənə nümunə verib. B4-ü vurur nəyə? 2 üstü 5-ə. B8-i vurur 2 üstü 1-dir. Yazılmayan da 1-dir. 1-nə 8-i toplayırıq, yenə 9 eləyir. Sonra növbəti düsturdakı bu düsturda. Bu nədir? Silsilə fərqində, ədəd silsilədə yanaşı olanda toplayırdıq, 2-yə bölürdük. Və o da ədəd silsilə əməli gətirib gətirmədiyin bilməkdən ötürüdür. Ondan istifadə olunur. İndi silsilə, həndə silsilədə məsəl üçün B4, B5, B6 yazırıq. Ortada duran nə olur? B5 olur da. Biz məsəl üçün ədəd silsilədə deyirik toplayıb 2-yə bölür. Burada isə B5-in kvadratı bərabərdir. B6 vurulsun B4 olur. Hasildir burada. Baxın 3 ilə 7 toplayanda neçə eləyir? 10 eləyir. Sanki o 2-yə böləndə neçə eləyir? 5. Kvadratı yazır o artıq burada. Və yaxud da B2 ilə 7-nin cəmi neçə eləyir? 9. Hasili burada da ki 3 ilə 6-ın cəmi 9 eləyir. Yenə hasili bərabərdir. Və yaxud da yaza bilərdiniz. B1 9 eləməsi üçün vurulsun B8. Sonra bərabərdir B5 vurulsun B4. Yazmaq olardı. Əsas odur ki, indeksi cəmi 9 eləsin. Cəmləri eyni olsun. Baxın, N plus N bərabərdir K plus L olarsa, onda hasilləri də bir-birinə bərabərdir. Sonra gəlir N həddin cəminə. Bizə B1-i verir. Məsələn, S10-u tapmaq istəyirik. B1 vurulsun 2 üstündə 10 minus 1, 2 minus 1. Baxın, bununla bu eynidir. Sadəcə üstündə qüvvəti var. O şəkildə yadda saxlayırsınız. İndi gəlirik ki, modulu birdən kiçik olur. Sonsuz həndəs silsilənin cəmidir. Baxın, 2-nü tapırıq ki, 0 ilə 1-in arasındadır. Onda o sonsuz həndəs silsilə olur. Məsəl üçün, baxın, 4, 2 azalmağa doğru gedir. Görürsünüz, silsilə neyinir? Azalmağa doğru gedir. Axır bir nöqtəsi 0-a yaxınlaşır da, yəni ki, 0 olmasa da 0-a yaxınlaşır. Və B1-imiz 4, 2-miz də nədir? 2-ni bölürük 4-ə, ixtisar aparan nə edir? 2-də 1. 2 nə idi? Sağdakını soldakına bölürdük də, sonrakını əvvəlkinə bölürdük. Həmin indi düsturumuz nədir? B1 bölünsün 1 minus 2. B1-imiz 4-dür. 1 minus 2-imiz də 2-də 1 oldu. 1-dən 2-də 1 çıxanda 2-də 1 eləyir. 4-ü də 2-də 1-ə böləndə 2-yə vurmuş deməkdir. O da eləyir neçə? 8. Sonra burada yenə də B14-ü tapmaq istəyir, S14-dən S13-ü çıxmalısınız. Bayaqları dedik, PN nə idi? PN N-dinə həddin hasilidir. Burada P15-i tapmadan ötürü B1-i B15-ə vururuq, üstündə də nə? Qüvvət 15 yazırıq. Orta hədd BM olarsa, onda N həddin hasili nə olacaq? Bayaqları məsəl üçün ədəd silsilədə bax, diqqət yetirin, vururduq. Baxın, 11-i vurdu A6-ya. Burada da yəni əmsal olur. Burada isə qüvvəti olacaq. Yəni ki, orta həddimiz B4 olur və üstündə də 7-ni yazırıq.
ədədi silsilədə əmsalını yazırıq. Burada isə nədir? Qüvvətində yazırıq. Diqqətlə çalışın, oxuyun. Həm də silsiləni də, ədədi silsiləsini də. Daha sonra, yəni ki, dərsi öyrənməmiş heç vaxt misallara keçid eləməyin. Düsturları dəfələrlə baxın, dəfələrlə izləyin. Oxuya-oxuya özünüz də müəyyən dərəcədə nümunələr üstündə tətbiq eləməyə çalışın. Ondan sonra misallara keçid eləyin.